Keçən hissədə verdiyin o sual var idi ha. Hər peyğəmbər avtomatik olaraq həm də imamdır, yoxsa yox? Bax, o çox həlledici sualdır. Hə, mən də o sualın cavabını gözləyirəm. Ət-Tabərsi bu barədə nə deyir axı? Ət-Tabərsi özünün Məcmuəl-Bəyan təfsirində bu məsələyə çox gözəl aydınlıq gətirir. O yazır ki, imam ləfzindən iki məna anlaşıla bilər. Birinci mənada o, sözlərində və hərəkətlərində tabe olunan, izlənilən biridir. Bir növ mənəvi rəhbər, nümunə kimi. Onda bu mənada elə bütün peyğəmbərlər imamdır da, tamamilə haqlısan. Birinci mənada peyğəmbərlərdən hər biri imamdır. Çünki onlara həyat tərzində, halal haramlarda tabi olmaq fərzdir. Necə ki, Allah Təbarəkə və Teala Nisa surəsinin 64-cü ayəsində buyurur, biz hər bir peyğəmbəri Allahın izni ilə yalnız özünə itaət olunması üçün göndərdik. Bu hissəsi tam aydındır. Bəs ikinci məna nədir? Orada məsələ necə dəyişir? İkinci mənada isə məsələ sırf siyasət və idarəçilikdir. Yəni imam ümmətin və siyasətin tədbiri ilə məşğul olan, işləri yerinə yetirən, cinayətkarları cəzalandıran, valilər təyin edən, düşmənə qarşı vuruşan şəxsdir. Bir dəqiqə, belə çıxır ki, bu mənada hər peyğəmbər imam deyil? Ay sağ ol, məhz belə çıxır. Ət-Tabərsi də qeyd edir ki, ikinci mənada hər bir peyğəmbərin imam olması vacib deyil. Çünki ola bilər ki, bir peyğəmbər düşmənə qarşı vuruşmaqla, cihad etməklə və ya siyasi sərhədləri qorumaqla vəzifələndirilməyib. Çox maraqlıdır. Yəni, əslində hər bir peyğəmbərə dini və dünyəvi məsələlərdə itaat etmək fərzdir. Amma Allah öz hikməti ilə birini peyğəmbər seçdiyi halda dövlət idarəsini, yəni siyasi mülkiyyəti tamam başqa birinə verə bilər. Mükəmməl xülasə etdin. Və bilirsən, bunun Quranda çox dəqiq, canlı bir misalı var. Talut qissəsi. Bəqərə surəsindəki o məşhur qissə. Zəhmət olmasa dinləyicilərimiz üçün də xatırladaq onu. Bəqərə surəsinin 246-cı və 247-ci ayələrində bu hadisə çox ibrətamiz şəkildə təsvir olunur. İsrail oğulları yurtlarından çıxarılıb, övladlarından ayrı düşdükdən sonra öz peyğəmbərlərinə deyirlər ki, bizə bir hökümdar təyin et ki, Allah yolunda vuruşaq. Və peyğəmbərləri onlara deyir ki, Allah Talutu sizə hökümdar təyin etdi. Amma cəmaət dərhal etiraz edir, düzdür? Deyirlər ki, onun axı var dövləti yoxdur, biz ondan daha çox layiqik padşahlığa. Bəli, insanların ənənəvi düşüncəsi. Amma peyğəmbərin onlara verdiyi cavab hər şeyi həll edir. Allah sizin üzərinizə onu seçdi. Elm və bədəncə onun gücünü artırdı. Allah öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi əhatə edəndir, biləndir. Nə qədər dərin bir hikmət var burada. Deməli, doğrudan da nübüvvət, yəni peyğəmbərlik, ayrı bir ilahi məqam, siyasi və hərbi liderlik isə Allahın başqasına da bəxş edə biləcəyi fərqli bir məqam ola bilərmiş. Bu nümunə məsələni tamamilə mənim üçün aydınlaşdırdı. Çox şadam ki, səmərəli və aydınlaşdırıcı bir müzakirə oldu. Bu mövzuların dərinliyinə indikcə insan dinin və tarixin fəlsəfəsini daha yaxşı dərk edir.